Salam, hər vaxtınız xeyir. Üçbucaqlara aid suallara baxacağıq. Üçbucağın daxili bucaqları 1, 2, 3 nisbətindədir. Böyük bucağı tap. Deməli, bucaqları 1, 2, 3 nisbətindədirsə, biri 1K-dır, bu hissə 2K-dır, bu hissə də 3K-dır. Deməli, bilirik ki, bucaqlar cəmi 180-dir. 1K üstəgəl 2K üstəgəl 3K bərabərdir. 3K bərabərdir 180-ə. 6K bərabərdir 180, K bərabərdir 30-a. Deməli, biri 30-dur, biri 60-dır, K 30 olanda bu birisi isə 90-dır. Bizdən hansı soruşur? Böyük bucaq 90 olar, A variantı. İkinci sualımıza baxaq. ABC üçbucağında AB bərabərdir. Şəklimizi bir dənə çəkək. Deməli, bura A'dır, B, D, C. Bu hissə 40 dərəcədir. Burada sual, bu X axtarırıq, bucaq C-ni axtarırıq. Bizə deyir ki, AB bərabərdir AD-yə. AB bərabər AD. Bura ilə bura eynidir. İndi üçbucağın bucaqları cəmi 180-dir. Bərabər yanlıda oturacaq bucaqlar da eynidir. Yəni, bu iki bucaq eynidir. 180-dən 40 çıxanda 140, 2 yerə paylayanda bunların hərəsinə düşdü 70 dərəcə. İndi sonra nə deyir? Və deyir, bir də DC də deyir bunlarla bərabərdir. Yəni, bu hissə də bərabərdir. Bura da bərabərdir. İndi bura baxaq. Bura 70 idisə, 70-in bu qonşu bucağı 110 oldu. İndi bu iki dənə üç bucaq da bu hissədə bərabər yanlı olduğuna görə, onda nə olacaq? 180-dən 110 çıxanda 70, 2 yerə paylayanda hərəsi nə düşəcək? 35, 35. Deməli, X neçə dərəcəymiş? 35 dərəcəymiş. İkinci sualımız B variantı oldu. Üçüncü sualımıza baxaq. Deyir, üçbucağın orta xətti B-dir. Orta xətt nəyə bərabərdir? Oturacağın paralel olduğu tərəfin yarısına, yəni oturacağın yarısına. Bizə deyir ki, üçbucağın orta xətti B, oturacağı A-dır. Onda bizdə B bərabər oldu mu? A bölü 2. Və yaxud da buradan A-nı tapsaq, A bərabər çarpaz vuranda 2B. Bunu tapdıq. İndi deyir, açıq B bərabərdir 8-ə. Açıq B bərabərdir 8-ə. A-nın da cavabını tapmışıq ki, 2B-dir. Gətirib öz yerinə yazanda 2B çıx B bərabərdir 8-ə. B bərabər nəyə olacaq? 8 olacaq. B oldu 8. A-nı tapın. A bizdə 2B olduğuna görə A da bərabər olar 16-ya Y variantı. Dördüncü sualımıza gələk baxaq. 4-də nə deyir? ABCD üçbucağında AB 8. Üçbucağımızı çəkək. Bura ABC olsun. AB-yə neçə qoyduq? 8 qoyduq. AC-yə 6 qoyduq. Bu hissədə 6-dır bizdə. BC-yə də 12 qoyduq. BAC üçün aşağıdakılardan hansı doğrudur? Deməli, 6-nın kvadratının üstünə 8-in kvadratını gələndə neçə eləyir? Deməli, 6-nın kvadratı 100. Bura 10 olsaydı, onda deyəcəkdik 90-a bərabərdir. Deməli, 90-a bərabər ola bilməz. 90-a bərabər ola bilməz. Sonra 90-a bərabər deyilsə, bu ya 90-dan böyükdür, ya da kiçikdir. 70-ə bərabər olar deyə də bir şey yoxdur. Gələk indi baxaq. Deməli, bizim qaydamız nə idi? Düzbucaqlı üçbucaqda bu iki dənə kiçiyi toplayanda, bu da böyüyə bərabər idisə, onda deyirdik Pifaqor teoremdə düzbucaqlıdır. İndi körbucaqlını yoxlayaq. Körbucaqlının qaydası necə idi? Kök altında 8-in kvadratı üstəgəl 6-nın kvadratı kiçik olmalıydı 12-dən, o da kiçik olmalıydı 8 üstəgəl 6-dan. Gələk görək bu şərti ödəyirsə, deyəcəyik o zaman körbucaqlıdır. Bura elədi 10, bu elədi 12, bu da elədi 14. Bəli, bu şərti ödədiyinə görə deyirik A variantı körbucaqlı üçbucaqdır. Vəssalam. Deməli, körbucaqlının qaydası nə idi? İki tərəfin kvadratı üçüncüdən kiçik, üçüncü tərəf isə ikisinin cəmindən kiçikdirsə, o zaman deyirdik körbucaqlı. Hər ikisinin kvadratını toplayırdıq, üçüncünün kvadratına bərabər idisə Pifaqor teoremi deyirdik 90 dərəcədir. İti bucaqlının da qaydası vardı. Onu da altdan qoyum. Deməli, açıq B
kiçik olacaqdı 12-dən, o da kiçik olacaqdı kök altında a-nın kvadratı üstəgəl b-nin kvadratı. Belə şəkildə olsaydı, onda deyəcəkdik iti bucaqlı üçbucaqdır. Amma baxın, yerinə qoyanda 6-dan 8, 2 12-dən kiçik olur, amma 12 10-dan kiçik olmur. Ona görə iti bucaqlı deyil. Yəni kör bucaqlı üçbucaqdır A variantı. Gələk 5-ci sualımıza baxaq. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən medianın uzunluğu 3-dür, ən böyük tərəfini tap. Düzbucaqlı üçbucaqda deyək görək ən böyük tərəf haradır? Təbii ki, ən böyük tərəf hipotenuzdur. Bax, bu x axtarırıq biz. Burada da deyir median üstü. Qaydamız da var ki, düzbucaqlı üçbucaqda median hipotenuzun yarısına bərabərdir. Onda neçə oldu? 6 oldu. 6-cı sualımıza baxaq. Bucaqlarından biri 45 olan düzbucaqlı üçbucağın kateti 3'dür. Düzbucaqlı üçbucağın bucaqlarından biri 45-dirsə, təbii ki, bu birisi də 45-dir. Katetimizin biri 3-dürsə, bucaqlar eynidirsə, tərəf də 3-dür. Hipotenuzu tapanda kök 2-yə vururuq. 3 kök 2 A variantı. 7-ci sualda nə istəyir bizdən? Düzbucaqlı üçbucağın hipotenuzu 25 olub, katetləri 3-4 nisbətindədir. 7-ci sual. Deməli, katetlərimiz hansı nisbətdədir? Bura 3K-dır, bura 4K-dır. Onda bilirik ki, Pifagor ədədlərinin hipotenuzumuz da 5K-dır. Bizə deyir, indi hipotenuz da 25-dir. 5K 25-dirsə, K bərabər imiş deməli nəyə? 5-ə. Kiçik kateti soruşur. 3K olan. 3 dəfə 5 neçə olar? 15. 8-ci suala baxdıq. 15B variantı. 8-ci sualda. Bərabər yanlı üçbucağın yan tərəfinə paralel olan orta xətt. Bərabər yanlı üçbucağı çəkək. Bəs şəkil yaxşı alınmır, üzürlü sayın. Yan tərəfə paralel olan orta xətt. Bu bərabər yanlıdır bunlar. Yan tərəfə paralel olan orta xətt 4-dür. Bura 4-dürsə, yan tərəf 8-dir. Bərabər yanlı olduğu üçün burada 8-dir. Üçbucağın perimetri 22-də oturacağı tap. 8 ilə 8-i topladıq 16. Deməli, oturacaqda 6 imiş ki, toplayanda 22 eləyib. Cavab oldu C variantı. 9-a baxaq. Şəkildə verilən şərtə görə üçbucağın perimetrini tapın. Çox primitiv sualdır. Yenə, bura 5-dir, bura 12-dirsə Pifagor teoremi ilə tapanda 5-in kvadratı üstəgəl 12-nin kvadratı 169 eləyir. Bundan da kök 13 çıxır. Bizə deyir perimetrini tap. Bu ikisi eləyir 25, 5 də bu 30. Perimetr kənarların cəmidir. A variantı. 10-cu sualımızda üçbucağın perimetri 42 olarsa x-i tapın. Kənarlarının cəmidir. Yəni x üstəgəl 1, x üstəgəl 2. 3 tərəfdə topladıq 42 qoyduq. 3x bərabərdir 39. Çünki 42-dən bu 3-ü çıxırıq. X da bərabər oldu 13 C variantı. 11-ci sualımıza baxaq. Aşağıdakı şəkillərdən hansı doğrudur? Bilirik ki, üçbucağın iki tərəfinin cəmi, məsələn, birinciyə baxaq. Deməli, 5, 8, 15. Bax, bu üçüncü tərəf ikisinin fərqindən böyük olmalıdır. 8-dən 5 çıxanda 3. Cəmindən az olmalıdır. 8-in üstünə 5 gələndə neçə eləyir? 13. Deməli, belə üçbucaq mümkün deyil. Çünki 15 13-dən böyük ola bilməz. İkincini yoxlayaq. 5, 6, 7. 5, 6, 7. Deməli, yenə baxaq. İkisinin fərqindən böyük olmalıdır. Cəmindən də kiçik olmalıdır. 5-in üstünə 6 gələndə 11. Bəli, bu ikinci doğrudur. Üçüncünü yoxlayaq. 2, 7, 9. Bu da doğru deyil. Çünki çıxmasından böyük olacaq 9. Amma toplamasından kiçik olmayacaq. 9, 9-dan kiçik deyil. Bu da yoxdur. Yalnız 2. B variantı. 11-ci sualımızın cavabı B variantı oldu. 12-yə gəlin baxaq. Bərabər yanlı üçbucağın oturacağı 6, perimetri 16-dır. Primitiv sualda bu 6-dır, bunlar da x-dir. Perimetrdə 16-dır, yəni 3-ün toplayanda 16-dır. 16-dan 6 çıxanda 10, deməli bunun hərəsi 5-dir ki, 5-dir ki, 5-in üstə 5, 10, üstünə 6, 16 eləsin. Onda yan tərəfin uzunluğuna neçəymiş? 5C variantı. 13-cü sualımızda görək nədir? Bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu kök 3 olarsa onun tərəfini tapan. Gəldik, baxdıq 13-ə. Bərabər yanlı üçbucağın, bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu A kvadratı kök 3 bölünsün 6-ya bərabərdir. İndi bizdə deyir ki, neçəyə bə A kök 3 bölü 6-dır. A kvadratı yox, A kök 3. Burada kvadrat yoxdur. Kvadratı səhv qoydum.
Deməli, kvadrat yoxdur. İndi bizdə deyir ki, R-in yer radiusu kök 3-dür. Yəni, R hərfini götürüb yerinə kök 3 yazacağım. Məxrəci bir çarpaz vuraq. A kök 3-ü 1-ə vuranda A kök 3 bərabərdir 6 kök 3. Buradan kök 3-lər ixtisar getdi. A bərabər imiş nəyə? 6-ya. 13-cü sualın cavabı A variantı oldu. 14-ə gəlin baxaq. 14-də. Deməli, 3 bucaqdır. Buradan xətt düz xətlə çəkmək biraz əziyyətli, vaxt aparır. Ona görə şəkillərə görə biraz üzürlü hesab eləyin. B-dir, N-dir, C-dir. Bura 7-dir. Deyir ki, A-in bərabərdir MB-yə. A-N B-in NC-yə. Hə, orada AM hərfdə səhv düşüb. AM BM-ə bərabərdir. Bura ilə bura bərabərdir. Bura ilə də bura bərabərdir. Belə çıxır ki, yəni bu orta xəttdir. Onda bura 3,5-dir. Vəssalam, cavab B bəndi. Orta xətt paralel durduğu tərəfin yarısıdır. Yan tərəflər yarı bölünübsə, deməli mütləq bu orta xətt. 15-ə gələk baxaq. 15-də də 3 bucaqdır. Şəkli çəkmirəm. 3 bucağın daxili bucaqlarının cəmi 180 olduğu üçün 2x üstəgəl 4x üstəgəl 3x bərabərdir 180. 9x bərabərdir 180. X da bərabərdir 20-yə. Bizə deyir x-i tap C variantı. 15-ci sualımız oldu C variantı. 16-ya gələk. 16. Deməli, bizdə 3 bucaq çəkib, təpədən xətt qoyub, bu işarə tənbölən olduğunu göstərir. Bura 20 dərəcədir, burada 50 dərəcədir. Bizdən AKB-ni soruşur. AKB. Bu x-i soruşur. Gəlin baxaq. 3 bucağın bucaqları cəmi böyük 3 bucaqdan söhbət gedir. 180-dir. 20 ilə 70. 20 ilə 50, 70. Onda təpə bucaq 110-dur. Tənbölən olduğuna görə 55, 55-dir. İndi buradan x-i tapaq da yenə bu kiçik 3 bucaqda. Bu kiçik 3 bucaqda. Bucaqların cəmi yenə nə olmalıdır? 180. Yəni 20 üstəgəl 55 üstəgəl x bərabərdir 180. X bərabərdir 180 çıxılsın 75. X da bərabərdir 105. Cavab B variantı olar. 16-cı sualımız B variantı. Görək 17-də nə deyəcək? Bucaq B-ni tapın. Yenə çox primitiv sualdır. Bunları heç yazmağa dəyməz. Gəldik, baxdıq. Bura 50-dir. Bura 120-dirsə, 120-nin qonşusu bura neçədir? 60-dır. 110, burada neçə? 3 bucağın bucaqları 180-dir. 110, burada 70. Əzbərdən də bilərdik. 3 bucağın bir xarici bucağı buna qonşu olmayan daxillərin cəmidir. Bura 50-dirsə, deməli bura 70-dir. Bizdən B bucağını soruşurdu. 70 A variantı. 18-ci sualımıza baxaq. Görək 18-də nə deyəcək? Bizə burada nəyi soruşur? Aha, C bucağının qonşusu. Bu da həmçinin. Bu bölməni çox asan veriblər. Deməli, bura 75-dir, bura 35-dir. Onda bu hissə neçə olacaq? 110, bura düşdü 70. Bizdən də bura sual işarəsini qoyub. Bu da bundan qarşı-qarşıyadır. Burada təbii ki, olar 70 D variantı. 18. 19-a baxaq. Suallarımız azalıb. 19-a baxaq. Bura ilə bura bərabərdir. B bucağı 100-dürsə, onda buralar neçə düşür? 40-40. Çünki bərabər yanlıda bitişik bucaqlar da eyni olmalıdır. 180-dən 100 çıxıb paylayanda 40-40. Bucaq A-nı soruşur, oldu 40. A buradadır da. D variantı. Sonuncu sualımıza baxaq, yekunlaşdıraq. Bizə deyir BC-də AC-ni soruşur. Gələk baxaq. Bu dəfə səliqəli çəkək. Düz bucaqla 3 bucağımızı çəkək. Düz bucaqla 3 bucaqda 90-dır. Bura A-dır, B-dir, C-dir. Bizə deyir ki, bucaq A 90 bildik. Bucaq B 45. Bura 45-dirsə, təbii ki, burada 45-dir. Çünki 90, 45, 45 olmalıdır ki, 180 olsun. BC 4-dür. Bura 4-dür. Bizdən AC-ni soruşur. Bunlara da X yazıq. Pifagorla tapaq.
X-in kvadratı üstəgəl x-in kvadratı bərabərdir 4-ə. 4-ün kvadratına 2 dənə x-in kvadratı 16, x-in kvadratı bərabərdir 8, x bərabərdir kök altında 8. 8-i də 4 vur 2 kimi yazanda 4-dən 2 çıxır, o birisindən də çıxmır. 2 kök 2. A variantı olar. Bugünlük bu qədər. Sağ olun.